Arı ailəsi ana arıdan, bir ana arıdan bir neçə yüzə qədər erkək arıdan və minlərlə işçi arıdan ibarətdir. İşçi arının özü dişi arıdır və onun yumurta qoymaq aparatı sancma aparatı ilə əvəz olunmuşdur, gəlir olub. Bəzən arılar ana arını itirdikdə, ananın bıraxdığı fenomen orada olmadıqda sterilizə edəcək. Onlar da toxum qoymağa başlayır. Buna da biz törtopka deyirik. Ondan ancaq erkək arılar çıxır. Ana arı 15-16 gün ərzində yuvadan çıxır, toxum qoyulduqdan. İşçi arı 21 gün ərzində, erkək arı 24 gün ərzində yumurtadan çıxır. Ana və erkək arının başları, baş quruluşu, yumru, işçi arınınki isə üç bucağa bənzəyir. Arının 2 mürəkkəb və 3 sadə gözü var. Arıların qənətləri özü 4 qənətdir, 2 qabaq, 2 arxa qənət. Bunlar uçuş zamanı bir-birisinə birləşərək bütöv bir qənət əmələ gətirir. Arının sürəti boş halda 60-70 km saatda. Yüklü halda 15-30 kilometrə bərabərdir. Arıların əsas məhsullar uçuşu 3 kilometrdəndir. 3 kilometrdən artıq uçduqda gətirdiyi yemin çox hissəsini yolda israf edir, işlədir və yuvaya o qədər gəlib çıxmır. Arılar əsasən yumurtadan çıxdıqdan hardasa 18-20 gün sonra yığım məqsədi ilə çöl uçuşlarına gedir. Arı ailəsi bu bir yerdə yaşadıkları üçün onlar heç vaxtı tək halda yaşaya bilməz. Ana arının özü 30-dan çox feromen buraxır, formen buraxır, ağzından iylərdir bunlar. Bunların da hərəsi bir məqsəd güdür. Bəzən beçə verən zaman buraxır, gedir, o arılar onun üstünə həmin iylə. Bəzən kütləşməyə gedən zaman bir başqa iyi buraxır, bir başqa fermenli arılar, erkək arılar cəlb eləmək üçün, içəridə işləri tənzimləmək üçün bir başqasını, onun xeyli hissəsi ondan artıq fermen arının buraxdığı. Onlar ölgənli və süni şəkildə alınır. Erkək arılar, arıların yuvada olması sezonlu xarakter daşıyır. Çöldən gəlir kəsilib, yay girdikdən sonra, qutarana yaxın daha doğrusu, çöldən gəlir kəsildikdən sonra onlar arılar, işçi arılar, onları bir küncə qısnayır və onlara yemək vermir. Deməli, həmin arıların 65%-dən artığı onların yemini arılar ağızları vasitəsindən verir. Bu səbəbdən onlar o yeməyi dayandıran kimi onlar yavaş-yavaş hamısı orada acından ölür, məhv olur, gedir. İşçi arılar qışda hardasa 120 gün yaşayır. Sezon vaxtı 35-40 gün çünki uçuşa gedir, qanatları xarab olur və s. ilə ölürlər. Arıların əsasən 3 çut ayağı var. Onların dal ayaqları, dal tərəfdəki, dal boğuma yaxın ayaqları və çıxıntı var, səbətçik. Hansı ki, qabaq ayağından çiçək tozlarını onlar yumruluyur, həmin səbətçiyə yığır və onu gətirir,
Orada yükü orada götürür getirir yuvaya. Arıların əsas xüsusiyyətlərindən biri də onların ailə şəklində olub özlərini müdafiə eləməsidir. Arılar müəyyən yaş dövrlərinə görə müxtəlif işlər görür. İlkin çıxmış arılar təmizliyi ilə işləyir. Sonra bir 8-12 gündə onlarda mum vəzləri inkişaf edir ki, bunlarla yuvalarında toxunmasını təmin edirlər cavan arılar. Və bundan sonra 18-20 gündə bunlar uçuşa gedir çölə. Bəzən gəlir, yaxşı olduqda, güclü olduqda bu vaxtlar da dəyişə bilir. Erkək arıların çəkisi təqribən ananın çəkisi qədərdir, ona yaxın olur. Yumurta qoyduqdan sonra ana gün ərzində 1300 dəfəyə yaxın arı həmin yuvaya girir, yemləyir, təmizləyir və çıxırarlar. Bir yuvaya ağzı bağlanana qədər arılar 10.000 dəfəyə yaxın girib çıxırlar. Arılar qara mum vasitəsilə qışa hazırlıqda bütün yerləri bağlayırlar. Yalnız özlərinə ventilyasiya eləyə biləcək qədər, havanı tənzimləyə biləcək qədər orada yer saxlayırlar. Və qış ərzində bunların yeməyi gündə, ay ərzində 700-750 qram olur ilkin vaxtlarda. Yaza yaxın dövrdə toxum qoyduqca yavaş-yavaş artır və bəzən ay ərzində kilo, yarım 2 kilo yaxında yem işlədə bilirlər. Toxumun artması ilə əlaqədar və dalı ilə də təbii yaz açılır, yaz çiçəkləri gəlir, çiçək tozuna bal daxil olduqda demək olar ki, içəridəki ilə bərabər tənzimlənir. Ana arının beçə verməsi səbəblərindən biri yuvada darlığın əmələ gəlməsi arı sürətlə artır və bir arı gündə bir ana arı normal arıda, hansı ki arıda bir 20-25 min arı olduqda bu 1800-2000 arası toxum qoyur hər gün və bir də təqribən gəlir ölçəksinə yaxın bir çəkidə yumurta yumurtlayır. Bir gün ərzində yumurta qoyur. Ana arı uçuşa getdikdə bir yox, bir neçə arı ilə kütləşir. Tam spermopryomnik dolana qədər arı gedir, kütləşir, qayıdır və bunların müəyyən ərazilərdə getdikdə yığınaq yerləri olur, kütləşmə yerləri. Onlar havada kütləşir və nəticədə arı qayıtdıqdan sonra, 15 gündən çıxandan sonra bir 4-5 gün ərzində geçişmə dövrü keçirilir. Qayıtdıqdan sonra bir 3-4 gün ərzində yetişir və toxum qoymağa başlayır.